Qoç, vacib işlərlə məşğul olmaq üçün əlverişli gündür. Ciddi səhvlərə yol verməyin. Bacarıqlarınızı nümayiş etdirin. Əvvəllər nadir hallarda yararlandığınız biliklərinizə ehtiyacınız var. Maliyyə məsələləri uğurlu olacaq. Buğa, qarışıq gündür. Önəmli addımlar atmazdan əvvəl inandığınız, sizə yaxın insanlarla məsləhətləşin. Məhz onlar sizi yanlışlıqlardan qoruya bilərlər. Zəif tərəflərinizi etiraf etməkdən çəkinməyin. Sənədlərlə çalışmaq, hesablamalar aparmaq məsləhət deyil. Səhv etmək riski böyükdür. Əkizlər, söhbətlər, müzakirələr və mübahisələr çox vaxt alır. Onların əksəriyyəti boş, mənasızdır. Vaxtınızı səmərəli işlərə sərf edin. Məsləhətinizə ehtiyac olmayan yerdə danışmayın. Ailə üzvlərinizdən biri ilə münasibətlərdə problem yaranacaq. Sevdiyiniz insanla əlaqələrə şübhə toxumu səpməyin. Xərçəng, çətin gündür, ciddi problemlər yarana bilər. Maliyyə vəziyyətinizi yaxşılaşdırmaq üçün xərclərinizə fikir verin. Xəyallara qapılmayın, qohumlarınızla mübahisə etməyin. Bütün çətinliklərə baxmayaraq bədbinliyə qapılmayın. Şir, maneələr olsa da onları dəf etmək mümkündür. Ruhdan düşməyin, qətiyyətli olun. Baş verənlərə rəğmən mövqeyinizdən əsla geri çəkilməyin. Yaradıcılıq layihələrinizdən birini gerçəkləşdirmək üçün imkanlar yaranır. İnsanlarla münasibətlərdə diqqətli və həssas olun. Qız, asan gün olmayacaq, ciddi problemlər və çətinliklər yarana bilər. Lakin vaxtında yardım üçün müraciət etsəz, hər işin öhdəsindən gələ biləcəksiniz. Dost hesab etmədiyiniz insandan dəstək alacaqsınız. Yenilikləri öyrənməyin vaxtıdır. Tərəzi, ciddi yanaşmalı olduğunuz işlərə yetərincə diqqət yetirin. Verdiyiniz vədləri və öhdəliklərinizi unutmayın. Günün ikinci yarısında uzaqda yaşayan qohum və ya tanışdan xoş xəbər alacaqsınız. Axşam saatlarında istirahətə vaxt ayırın. Əqrəb, çətin seçim qarşısında qalacaqsınız. Yaxşı tanımadığınız insanlarla şəxsi işlərinizi müzakirə etməyin. Planlarınızı bölüşməyin. Axşam saatlarını evdə, yaxınlarınızla keçirin. Əhvalınız əhəmiyyətli dərəcədə qidalanmağınızdan asılıdır. Oxatan, önəmli qələbələrin əldə edilə biləcəyi münasib gündür. Yaranmış şəraitdən maksimum yararlanın. İntuisiyanıza güvənin. Perspektivli tanışlıq, maraqlı insanlarla görüş ola bilər. Pullarınızı diqqətlə xərcləyin. Maddi vəziyyətiniz kəskin şəkildə pisləşə bilər. Oğlaq, ən çətin problemi də həll edə biləcəyiniz bir gündür. Yardım üçün dostlar və ya qohumlara müraciət edə bilərsiniz. Onlar sizi cavabsız qoymayacaqlar. Yaxşı gəlir istisna deyil. Pullarınızı xərcləməyə tələsməyin. İdman və fiziki iş baxımından da əlverişli gündür. Dolça, hadisələri obyektiv qiymətləndirin. Qarşınızda həm maraqlı imkanlar olacaq, həm də inandığınız və etibar etdiyiniz insanlar sizə problemlər yaradacaqlar. Maliyyə baxımından əlverişli olmayan, ciddi itkilərin yaşana biləcəyi bir gündür. Alış-verişdə bədxərclik etməyin. Balıqlar, uğur və irəliləyiş çətin ki mümkün olsun. Ehtiyatlı olun, xırdalıqlara və təfərrüatlara diqqət yetirin. Kiçik ailə problemləri və məişət qayğıları əhvalınızı korlamasın. Sevdiyiniz insanla söhbətdə həssas olun. Sövdələşmə və alış-verişi təxirə salın.